Əzizlərim, canım gözüm, hörmətli ağsaqqallarımız, ağbirsəklərimiz. Bugün sizinlə çox vacib, hətta deyərdim ki, əlbət dağ çəkən bir xəbəri bölüşmək üçün qarşınızdayım. Bilirəm, illərlə əziyyət çəkib, alın tərinizi töküb, bu vətənə ömrünüzü həsr etmişsiniz. Hər birinizin ağarmış saçları, əllərinizdəki qırışlar bu torpağın, bu millətin xatirəsidir. İndi isə o xatirələr üzərində qara kölgələr gəzir. Sizin halal haqqınız olan təqaüdünüzə göz dikilir. Nəfəsinizi içinizə çəkin, qulaqlarınızı yaxşı açın. Dünəndən bəri DSMF-in, yəni Dövlət Sosial Müdafiə Fondunun daxili bir sərəncamı barədə qorxulu şayələr yayılmaqdadır. Sərəncamın nömrəsi 412B olaraq qeyd edilir və bu sərəncam 50 manatdan artıq əlavə alan hər kəsin təqaüdünü kəsə bilər. Səbəb isə güya məlumat bazasında səhvdir. Ağsaqqallarımız, albilçəklərimiz, bu necə səhvdir ki, illərlə aldığınız əlavə birdən-birə yox olur. Bu necə səhvdir ki, yoxsul pensiyaçıdan o da əlindən alınır. Mən bir hüquqşünas kimi, illərdir sizin dərdinizlə dərdləşən, haqqınızı müdafiə edən bir övladınız olaraq bu cür haqsızlıqları qəbul edə bilmirəm. Xatırlayıram, nənəm həmişə deyərdi, balım, insan ömrü çay suyu kimidir, axar gedər, amma geridə bir nişanə qoyar. Sizin hər birinizin qoyduğu nişanələr bu ölkənin daşında, torpağında, inkişafında həkk olunub. Siz bu ölkəni quran, ucaldan, yaşadan insanlarsınız. Bəs niyə indi ən çox dəstəyə ehtiyacınız olduğu bir zamanda dövlət sizə belə münasibət bəsləyir? Niyə sizin ömrünüzü həsr etdiyiniz dövlət indi sizi belə bir çətinlik qarşısında qoyur? Bu yalnız bir maddi itki deyil. Bu sizin ləyaqətinizə, illərlə çəkdiyiniz zəhmətə, bu vətən üçün fədakarlığınıza qarşı edilən bir hörmətsizlikdir. Bəs bu barədə siz nə düşünürsünüz? Siz öz təqaüdünüzü almaq üçün illər boyu hansı çətinliklərdən keçmisiniz? Kimlər illərlə dövlətə xidmət edib, indi o əziyyətin müqabilində layiq olduğu yaşayışı görməyə bilər? Bu, məlumat bazasındakı səhv bəhanəsini necə qəbul edirsiniz? Zəhmət olmasa, öz fikirlərinizi, illərlə çəkdiyiniz əziyyəti, bəlkə də yaşadığınız oxşar haqsızlıqları şərhlər bölməsində bizim ilə bölüşün. Hər birinizin səsi eşidilməlidir. Çünki bu, tək birinizin deyil, minlərlə ağsaqqalımızın, ağbirsəyimizin problemidir. Əzizlərim, unutmayın ki, haqqınızı bilmək və müdafiə etmək üçün bu kanala abunə olmaq çox vacibdir. Çünki qanunlarda hər hansı bir dəyişiklik, yeni bir sərəncam, sizin həyatınıza təsir edə biləcək hər hansı bir xəbər dərhal bu kanalda işıqlandırılacaq. Abunə olmaqla siz özünüzü və ailənizi mümkün risklərdən qorumuş olacaqsınız. Çünki bilikli olmaq, güclü olmaq deməkdir. Xatırlayıram, bir zamanlar təqaüd sistemi daha şəffaf və sadə görünürdü. İnsanlar uzun illər kolxozda, sovxozda, zavodda, fabrikdə işlədikləri, müəllimlik, həkimlik etdikləri illər üçün qazandıqları təqaüdün miqdarını az-çox bilirdilər. Bəli, o zamanlar da çətinliklər vardı, bəzən pensiya gecikirdi. Lakin bu cür gözlənilməz kəsintilər, səhv bəhanəsi ilə insanların halal haqqının əlindən alınması praktikası geniş yayılmamışdı. O zamanlar yaşlılar üçün dövlətin bir qədər daha qayğıkeş olduğunu hiss edirdilər. Kənddə yaşayan ağsaqqallarımız, ağbirsəklərimiz təqaüdlərini poçtalyon vasitəsilə qapılarında alırdılar. Şəhərə getməyə, saatlarla növbələrdə durmağa ehtiyac yox idi. İndi isə vəziyyət tamam fərqlidir. Təqaüd sistemi o qədər mürəkkəbləşib ki, adi bir vətəndaş üçün onu tam anlamaq, hüquqlarını bilmək çox çətindir. Hər gün yeni bir qanun, yeni bir qayda, yeni bir sərəncam çıxır və bu sərəncamların əksəriyyəti təəssüf ki, təqaüdçülərin vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da çətinləşdirir. Hazırki vəziyyət necədir? DSMF-in bu 412B nömrəli sərəncamının qara xəbəri şayi olaraq yayılsa da, artıq rayonlardan bəzi narahatlıq dolu zənglər alırıq. Deyilənlərə görə səhv aşkarlandığı iddia edilən hallarda 50 manatdan yuxarı əlavə alan təqaüdçülərdən icra hakimiyyətindən xüsusi arayış gətirmək tələb olunacaq. Və bu arayış ayın 15-nə qədər təqdim edilməsə, bütün ödənişlər tamamilə dayandırılacaq. Bu, tamamilə absurd və ağlasığmaz bir tələbdir. İcra hakimiyyəti bildiyiniz kimi yerli icra orqanıdır. Onun təqaüdlərlə, DSMF-in məlumat bazası ilə nə əlaqəsi var? Bu, sadəcə olaraq insanların onsuz da məhdud olan maddi imkanlarını daha da çətinləşdirmək, bürokratik əngəllər yaratmaq və bəlkə də ümumiyyətlə bəzi insanları təqaüdsüz qoymaq üçün düşünülmüş bir yoldur. Təsəvvür edin, uzqar bir kənddə yaşayan, ayaqları ağrıyan,
Bakıya, yaxud rayon mərkəzinə gedib gəlməyə gücü olmayan bir nənəmiz, yaxud babamız ayın 15-nə qədər icra hakimiyyətindən arayış necə gətirsin? Bəlkə də övladları Bakıda işləyir, yaxud Rusiya kimi, Türkiyə kimi başqa ölkələrdə dolanışıq dalınca gedib. Evdə təqaüdçüdən başqa heç kim yoxdur. Bu insan nə etməlidir? Təqaüdünü kəstirib acından ölməlidir, yoxsa borc xərc edib çətinliklə o arayışı tapıb gətirməlidir? Bu yalnız bir arayış tələbi deyil. Bu, yaşlılara qarşı göstərilən laqeydlik və hörmətsizlikdir. Bəs bu sərəncam kimlərə təsir edə bilər? Ən böyük risk qrupunda əlbəttə ki, 50 manatdan yuxarı əlavə təqaüd alan hər kəs var. Bu əlavələr adətən uzun illər dövlət sektorunda çalışanlara, müəyyən xidmətləri olanlara, bəzən də sağlamlıq problemlərinə görə verilən müavinətlər ola bilər. Təsəvvür edin, mənim tanıdığım Ağdaş rayonunun Uzqar bir kəndində yaşayan, ömrünün 40 ilini müəllimlik peşəsinə həsr etmiş 75 yaşlı Züleyxa nənə var. O, hər ay təqaüdünə əlavə olaraq cəmi 65 manat alır. Bu pul onun dərmanlarına, arada bir bazarlıq etməsinə kömək edir. İndi güya səhv uzbatından bu 65 manat onun əlindən alınsa, bu qadın nə etməlidir? Onun övladları Rusiyadadır. Ayda 1-2 dəfə zəng edib halını soruşurlar. Kənddə isə yeganə qonşusu da təqaüdçü Süleyman babadır. Onlar bir-birinə nə kömək edə bilərlər? Yaxud da Bakıda yaşayan, amma 35 il neft sənayesində çalışmış 80 yaşlı Nəcəf baba. O, illərlə neft quyularının başında dayanmış, vətənin sərvətini artırmış. İndi isə xəstəliklər onun qozalıq illərini qara günə qoyub. Nəcəf baba 60 manat əlavə alır. Bu pul onun xəstəxana xərclərinin, bahalı dərmanlarının bir hissəsini qarşılayır. İndi ondan da icra hakimiyyətindən arayış gətirməsini tələb edirlər. Nəcəf babanın ayaqları yeri tutmur, evindən çölə çıxa bilmir. O necə arayış alsın? Bu sadəcə kağız üzərində bir sərəncam deyil. Bu minlərlə belə Nəcəf babanın, Züleyxa nənənin həyatına birbaşa təsir edən qəddarlıqdır. Təəssüflər olsun ki, hökumət orqanları çox vaxt təqaüdçüləri sadəcə bir ödəniş yükü kimi qəbul edirlər. Onlar unudurlar ki, bu insanlar ölkənin bugünkü rifahı üçün öz həyatlarını fəda ediblər. Onlar unudurlar ki, bu insanlar bu dövlətin bünövrəsini qoyan daşlardır. Məgər yaşlılıq, qocalıq bir cəza olmalıdır? Məgər illər boyu vicdanla çalışmaq sonda belə bir hörmətsizliklə qarşılanmalıdır? Bəzən düşünürəm ki, bu bürokratik oyunlar təqaüdçüləri elə bir vəziyyətə salır ki, onlar öz haqlarından imtina etməyə məcbur olurlar. Çünki arayış dalınca qaçmaq, sənəd toplamaq, o qapıdan bu qapıya getmək onlar üçün işgəncədir. Beləliklə, dövlət də öz yükündən xilas olur. Bu cür yanaşma heç bir məntiqə, heç bir ədalətə sığmır. Əzizlərim, bəzi təqaüdçü kateqoriyalarını isə təəssüf ki, hətta bu cür çətinliklərlə üzləşsələr də, qanunla müəyyən edilmiş hallarda artımlar nəzərdə tutulur. Məsələn, minimum pensiya məbləğinin artırılması zamanı bütün pensiyasıların pensiyası yenidən hesablanır. Bəzi hallarda minimum pensiyadan aşağı alanlara müəyyən artımlar edilir. Lakin bu artımlar çox vaxt illər boyu inflyasiyanın gətirdiyi itkiləri belə qarşılaya bilmir. Ailə başçısını itirən şəxslərə verilən pensiyalar, əlilliyə görə pensiyalar da müəyyən dövrlərdə artırıla bilər. Lakin bu artımların mexanizmi də o qədər mürəkkəbdir ki, heç də hər kəs ondan tam yararlana bilmir. Qeyd etmək lazımdır ki, hökumət bu qərarları adətən vətəndaşların sosial müdafiəsini gücləndirmək adı altında təqdim edir. Lakin əslində, bürokratik maneələr və mürəkkəb prosedurlar çox vaxt bu artımları insanların əli çatmayan edir. Yaşlı insanlar üçün bu proseslər xüsusilə çətin olur. Bəs siz, əziz təqaüdçülərimiz, heç belə bir səhv bəhanəsi ilə üzləşmisiniz? Sizdən hansısa arayış tələb edilibmi, yaxud hansısa ödənişiniz kəsilibmi? Dövlət qurumlarının sizinlə münasibətində hansı çətinliklərlə qarşılaşmısınız? Bəlkə DSMF-də, yaxud icra hakimiyyətində sizə qarşı laqeyd münasibət olub? Bu cür vəziyyətlərdən necə çıxmısınız? Öz təcrübələrinizi bizimlə bölüşün. Sizin hər birinizin hekayəsi bu problemin nə qədər ciddi olduğunu göstərmək üçün çox vacibdir. İndi isə gələk ən vacib hissəyə. Bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? Birincisi, panikaya düşməyin. Hələlik bu sadəcə bir şayədir. Daxili sərəncamın təfərrüatları tam olaraq ictimaiyyətə açıqlanmayıb. Lakin şayələr çox vaxt həqiqətin öz üründən yaranır. Ona görə də tədbirli olmaq lazımdır. İkincisi, məlumatlı olun. DSMF-in rəsmi saytını, yaxud etibarlı xəbər mənbələrini izləyin. Bizim kanalda da bu barədə yeni məlumatlar olduğu zaman dərhal sizinlə bölüşəcəyik. Heç kimə inanmayın, yalnız rəsmi məlumatlara güvənin. Üçüncüsü, sənədlərinizi qaydaya salın. Əgər siz 50 manatdan artıq əlavə təqaüd alırsınızsa, dərhal təqaüdünüzün hansı əsasla artırıldığını təsdiq edən sənədləri tapın.
Bu sizin iş stajınızı, xüsusi xidmətlərinizi, yaxud sağlamlıq vəziyyətinizi təsdiq edən sənədlər ola bilər. Əgər sizdən icra hakimiyyətindən arayış tələb olunarsa, bu arayışın nə üçün tələb olunduğunu, onun hüquqi əsasını soruşun. Unutmayın ki, hər bir tələbin arxasında qanuni bir əsas olmalıdır. Heç bir dövlət qurumu sizdən əsassız bir sənəd tələb edə bilməz. Dördüncüsü, hüquqi məsləhət alın. Əgər sizdən həqiqətən də qeyri-qanuni tələblər irəli sürülərsə, yaxud təqadünüz əsassız yerə kəsilərsə, mütləq bir hüquqşünasla məsləhətləşin. Unutmayın ki, sizin haqqınız qanunla qorunur. Bizim kimi hüquqşünaslar sizin haqqınızı müdafiə etmək üçün varıq. Lazım gələrsə, məhkəməyə müraciət etməkdən çəkinməyin. Bəzən dövlət qurumları yalnız məhkəmənin qərarından sonra geri addım atır. Beşincisi, qohum əqrabanızı, övladlarınızı məlumatlandırın. Əgər siz kənddə yaşayır və sənəd toplamaqda çətinlik çəkirsinizsə, övladlarınızdan, nəvələrinizdən kömək istəyin. Onlar sizin gözünüz, qulağınız olsun. Onlar Bakıda, yaxud digər şəhərlərdədirsə, telefonla sizə məsləhət verə, hətta sizin adınızdan müvafiq qurumlara müraciət edə bilərlər. Bizim cəmiyyətimizdə ailə bağları güclüdür və bu çətin günlərdə bir-birimizə dəstək olmaqdan daha vacib heç nə yoxdur. Altıncısı, birlikdə hərəkət edin. Yalnız tək bir insanın səsi bəzən eşidirməyə bilər. Lakin bir neçə nəfərin, bir qrupun, yüzlərlə insanın səsi artıq diqqətdən kənarda qala bilməz. Əgər sizdə oxşar problemlər varsa, qonşularınızla, qohumlarınızla, tanışlarınızla danışın. Birlikdə hərəkət etməyin yollarını axtarın. Yerli bələdiyyələrə, yaxud deputatlara müraciət edin. Onlardan sizin haqqınızı müdafiə etmələrini tələb edin. Unutmayın ki, qozalıq cəza deyil, ləyaqətlə keçirilməsi gərəkən bir dövrdür. Sizlər ömrünüzü bu dövlətə xidmətə sərf etmisiniz və indi dövlət də öz növbəsində sizə qarşı borclu olduğunu unutmamalıdır. Dövlətin borcu sizi çətin vəziyyətdə qoymaq deyil, əksinə, sizə rahat və layiqli yaşlılıq təmin etməkdir. Bəli, əziz ağsaqqallarımız, ağbircəklərimiz, beləliklə bu 412B nömrəli sərəncam haqqında danışılan şayiələr gerçəyə çevrilərsə, həqiqətən də təqaüdlər dondurulacaqmı? 50 manatdan yuxarı əlavə alan hər kəs ondan məhrum olacaqmı? Siz buna hazırsınızmı? Nə etməyi düşünürsünüz? Mənə şərhlərdə bildirin. Sizin hər birinizin fikri çox vacibdir. Unutmayın ki, haqqınızı müdafiə etmək üçün tək deyilsiniz.